Salam hörmətli izləyicilər. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Siz isə Smart İcmal buraxılışını izləyirsiniz. Qarşıdakı dəqiqələrdə nəqliyyat və telekommunikasiya sahələrində ən son yenilikləri sizinlə bölüşəcəyəm. Gəlin birlikdə baş verənlərə nəzər salaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin Teknion Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca 7-ci məzun günü baş tutub. Bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb. Tədbir çərçivəsində məzunlardan ibarət komanda tərəfindən hazırlanan yekun layihə təqdim edilib. Komanda üzvləri tədris müddətində qazandıqları bilikləri real kibertəhlükəsizlik problemlərinə tətbiq edərək hazırladıqları həlləri və əldə olunan nəticələri nümayiş etdiriblər. Bu tədris dalğasında mərkəz ilk dəfə olaraq xüsusi imkan təqdim edib. Belə ki, proqramı uğurla başa vuranlar arasında ən yüksək nəticə göstərən 5 məzun ölkə xaricində fəaliyyət göstərən qabaqcıl şirkətlərdə 1 aylıq təcrübə proqramında iştirak şansı qazanaraq öz bacarıqlarını real iş mühitində sınayacaq. Sərnişin daşıma xidmətinin keyfiyyətinin artırılması məqsədi ilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir. Xırdalan şəhərini metronun Memar Əcəmi stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə istismar olunan dizel mühərrikli avtobusların CNG texnologiyası ilə təchiz edilən böyük tutumlu Iveco markalı avtobuslarla əvəz edilməsinə başlanılıb. Avtobuslarda ödəniş nağdsız qaydadadır. ADY Bakı-Tbilisi-Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədi ilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir. Görülən işlər nəticəsində qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart plus sinif vaqon əlavə olunub. Nəticədə sərnişin vaqonlarının sayı vaqon restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb. Sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Beləliklə, ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təqribən 120% artırılıb. Bilirsinizmi, metroda unudulan əşyaları necə geri almaq olar? Bakı metropoliteninin stansiyalarında unudulan və ya itirilən əşyalar aşkarlandığı halda bu barədə həmin stansiya üzrə xidmət göstərən polis əməkdaşlarına məlumat çatdırılır. Əşya polis əməkdaşı tərəfindən götürülərək saxlanılması üçün Bakı metropolitenində polis idarəsinə təhvil verilir. Əşya sahibinin müraciəti əsasında müvafiq yoxlamalar aparıldıqdan sonra geri qaytarılır. Metronun 28 və Nizami stansiyaları arasında xətlərin ayrılması layihəsinin icrasına başlanıldığı vaxtdan etibarən Ayna tərəfindən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq. Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 6:00-dan 00:00-ədək davam edəcək. Əlavə olaraq bəzi marşrutlarda avtobusların sayı artırılacaq və interval aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq marşrutlarda avtobus sayının artırılması nəzərdə tutulur. Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədi ilə Qaradağ rayonu, Ələt qəsəbəsini Səbail rayonu 20-ci sahə dairəsi ilə əlaqələndirən 195Y nömrəli yeni ekspres marşrutu fəaliyyətə başlayıb. Neoplan markalı 7 ədəd böyük tutumlu avtobus sərnişinlərə hər gün saat 6:30-dan 21:00-ədək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilib. Dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilib. Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri əvvəlki istiqamətdən fərqli olaraq yalnız Köroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini davam etdirə bilirlər. Dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin
kəsişməsində işıqforun fazalarının sayı 3-dən 2-yə endirilib. Bu isə nəqliyyat vasitələrinin orta gözləmə müddətini 40 saniyəyə qədər azaldıb. Bu əsasən Koroğlu Rəhimov küçəsi və Xətai prospekti, eyni zamanda Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektlərində hərəkət şəraitinə müsbət təsir göstərib. Layihə çərçivəsində yeni avtobus zolağı təşkil edilib. Mövcud parklanma yerləri tam şəkildə saxlanılıb. Hesabınızın ələ keçirildiyini düşünürsünüz? İlk növbədə hesabınıza girişinizi yoxlayın. Daxil ola bilirsinizsə, şifrinizi dəyişin və 2 mərhələli təsdiqləməni aktivləşdirin. Giriş mümkün deyilsə, hesabın bərpası seçimindən istifadə edin. Aktiv sessiyaları yoxlayaraq tanımadığınız cihazlardan çıxış edin. E-poçt və telefon nömrəsinin dəyişdirilmədiyinə əmin olun. Eyni şifrdən istifadə etdiyiniz digər hesabların şifrlərini də yeniləyin. Yaxınlarınızı hesabınızdan göndərilə biləcək şübhəli mesaj və linklər barədə xəbərdar edin. Cihazınızı antivirusla yoxlayın. Problem davam edərsə, platformanın rəsmi dəstək xidmətinə, iş hesabıdırsa, IT şöbəsinə müraciət edin. Maliyyə riski yaranıbsa, hüquq mühafizə orqanlarına məlumat verin. ABŞ-nin Weave Robotics startapı gündəlik ev işlərini yerinə yetirə bilən Isaac 1 robotunu təqdim edib. Robot çirkli paltarları toplamaq, təmiz paltarları qatlamaq, çarpayını yığmaq, oyuncaqları və digər əşyaları yerinə qoymaq imkanına malikdir. 2 mexaniki qolla təchiz olunan robotun hündürlüyü 91-175 sm arasında tənzimlənir. Isaac 1 2 saatlıq enerji yığımı ilə 8 saata qədər işləyə bilir. İsveçrənin Stadler şirkəti və İtaliyanın Sardiniya regionunun nəqliyyat operatoru Arst dünyanın ilk dar relsli hidrogen qatarını təqdim edib. Qatar 2028-ci ildən etibarən Sardiniyada sərnişin daşımalarına başlayacaq və elektrikləşdirilməsi çətin olan marşrutlarda dizel qatarlarını əvəz edəcək. Layihədə istifadə olunacaq hidrogen tamamilə günəş enerjisi hesabına istehsal olunacaq. Layihənin məqsədi regional dəmir yolu nəqliyyatında karbon emissiyalarını azaltmaq və ekoloji cəhətdən daha dayanıqlı həll təqdim etməkdir. Beləliklə, bugün sizə təqdim edəcəyimiz xəbərlər bunlar idi. Nəqliyyat və telekommunikasiya sahələrində ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin. Mən süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı Narin. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, növbəti buraxılışda görüşənədək.